Rəsmilər həmin məktəbə gedib, söhbət Bakı şəhəri 301 nömrəli tam orta məktəbdən gedir. Orada müəllimlər bilirsiniz ki, mətbuata müraciət eləmişdilər ki, bəs həmin məktəbin direktoru bizə hinduşka baş deyir, dərs dilənçiləri deyir, Sevda Sarıyevadan gedir söhbət. İndi fotosunu ekranlarınızda görəcəksiniz və artıq Elm və Təhsil Nazirliyi yanında məktəbə qədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olublar. Buradan nə aydın olur? Aydın olan odur ki, mətbuat, sosial media, elektron media bu haqda yazsa, problemlər həllini tapır. Yazmasa, o adamlar illərdən qalır o kreslolarda. Amma bir daha deyirəm, Bakı şəhərində elə məktəblər var ki, o məktəblərin 2000, 3000, bəlkə 4000 şagirdi var və o məktəblərə sanki rəsmi qurumların o girmək məsələsi, rəsmi qurumların oraya daxil olmağı, nə bilim, oradan yoxlamalar aparmağı bir müşkilə çevrilib. Nə baş verir, niyə, nəyin gözü kölgəlilikdir? Bunu olmazmı ki, daha kütləvi yoxlamaya başlayasınız? Məsələn, Binə qəsəbəsində məktəblər var, dəfələrlə dünənlərdə bunu demişdim. Oradan artıq siqnallar gəlir ki, ayın 5-dən etibarən müəllimlər qadın direktorların otağına axın eləyir. Zərflərin arasında 50 manat, 100 manat, 150 manat, hətta deyilənə görə 50 manatı zərfə qoyub gətirən müəllimləri direktor belə, yəni apar, istəmirəm kimi qarşılayır. O Pirallahadakı var idi, direktor hansı ki deyirdi, mən dilənçi deyiləm, bax o tərzdə davranır. Bəs yaxşı, bunları niyə yoxlamırsınız? Bunun çox sadə bir yolu var, mən sizə deyim. Hər bir məktəbin, artıq elə bir dövrə gəlib çatmışıq ki, hər bir məktəbin təhlükəsizlik kamerası var. Çox rahatlıqla, çox sadə şəkildə bunu eləmək olar. Təhlükəsizlik kamerasına baxırsan ki, məsələn, martın 3-ü, 4-ü, 5-i, o direktorun kabinetinə neçə müəllim girib çıxıb, 6-sı, 7-si, 8-i neçə müəllim girib çıxır və orta bir nisbət çıxardırsan ki, bu səlib yürüşün nədir, nə üçündür, səbəbi nədir? Bax, bunu öyrənmək üçün, bilmək üçün, yəni xüsusi, əgər bunu mən deyəcəmsə, o adamlar nəyə görə təhsil sistemində otururlar? Və mən dediyimi ümumiyyətlə eşidəcəklərim, o da ayrı bir sualdır. Jurnalistlər yazandan sonra gedib o məktəbdə, getdiniz ora, direktoru çıxartdınız. Bu iş deyil. Vallahi bu iş deyil. Sizin gördüyünüz bu iş deyil ki. Yəni, indi vətəndaş, valideyn, ya müəllim, kimsə müraciət elədi, eləmədi və salam da. Yəni, bu, belə axı təhsil olmur, belə təhsil sistemi olmur. Yığışdınız, getdiniz bu gün də filan kəsi. 2 direktor, 10 direktor çıxartdınız, xeyri yoxdur. Çünki təhsil sisteminizin özü bərbad vəziyyətdədir. Sadə yolun deyirəm də, məktəblərin, Təhsil Nazirliyində o qədər boş-boş dırnağın pilkalamağa gələn adamlar var ki, orada heç bir işləri məlum deyil. Məktəbləri alıb nəzarətə, 2-3 günün kamerasına baxın da, görün dərs saatlarında, yaxud həmin o vaxtlarda görün nə qədər müəllim girir çıxır direktorun otağına. Bunu eləmək o qədər asan bir şeydir ki. Özünüz biləcəksiniz ki, vəziyyət nə yerdədir. Sadəcə istəmək lazımdır, amma o 2-3 müəllimi işdən çıxartmaq, o gözdən pərdə, yəni boş-boş şeylərdir.